Ben bu evde doğmuşam. 75 il bu evde yaşamışam. Allah koysa, şimdi danışaram. Bu ev hakkında hamısını bilərsiniz. Bu evde devranlarımız oldu. Ben bu 1951-ci il bax bir qarlı gündə bu evə getiriblər məni. Bu evdə də yaşamışam 75 il. Bu 75 ildə çox bizim şən günlərimiz, şux günlərimiz, bayramlarımız, yaxşı günlərimiz çox olub. Onun üçün də biz həmən bu günləri arzulayıram ki, bütün nəvələrim, nəticələrim, bu evdə yaşayan insanlar, mənim qardaşımın uşaqları, özümüz yenə də o şən günləri davam eləyək və bu axırıncı, necə deyərlər, mən özümü deyirəm. Axırı kimi, ömrümün axırı kimi bu evdə yaşayayım. Axırı kimi hər birimizin öz axıratımız var. Yəqin ki, o axıratda bu evdən çıxmaq lazımdır. Yoxdur, cənnətdir. Mən bu evdə doğulmuşam. 75 il ömrümüzü bu evdə keçirmişik. Deməli, mən 3-cü nəsiləm ki, bu evdə yaşayıram. Birinci nəsil mənim babam olub, Abbas dayı. Abbas dayı çox adlı sanlı kişi olub. Bu evi o tikib. Deməli, birinci nəsil o olmaqla onun oğlu Mustafa. Bu evdən çox dahi insanlar yaranır. Dahi insanlar doğulub. O dahi insanlardan 51-ci, mən öz babamın adını çəkə bilərəm. O məşhur Tarzan olub. Bakının 32 kəndində hamısı onu tanıyıb. Bütün el şənliklərini o iştirak edib. Cabbar Qarayağdı, bilməm, böyük-böyük oxuyanlarla o iştirak edib toylarda. Hamısı da onun xətrini istəyib.
Onun üçün də ona da Abbas yox, Abbas dayı ləqəbini veriblər. Sonra onun oğlu Mustafa. O da bu evdə əməl gəlib. O da dahi olub, universitet tutarıb, dil ədəbiyyat müəllimi olub. O da bir xalqımıza, cəmiyyətimizə xeyir verən bir oğul olub. Sonra onun ikinci oğlu Məhəmməd Tağı. O da el şənliklərində, o da musiqiçi olub. Mən demək onu istəyirəm ki, bu evin yəni, yəqin ki, doğulanlar hamısı dahi və Azərbaycana, cəmiyyətimizə xeyirli insanlar olublar. 4 bibim olub. Onlar da hər biri bir işin sahibi olublar. Sonra gəlir mənim qardaşım. Qardaşım Sidqi, əməkdar incəsənət xadimi. O da böyük folklorşünas olub. Demək olar ki, Azərbaycana folkloru o bəxş eləyib. Hamısı da onu tanıyır. Onun adını çəkəndə hamısı bilir ki, Sidqi müəllim folklorun kötüyünü, bünövrəsini qoyan. O da bir dahi insan olub. Yavaş-yavaş keçirik öz tərəfimə. Mən də özlüyümdə 4 qızım olub. 4 qızım olub, bir oğlum olub. O 4 qızlardan 4 müəllimə, oğlumdan da bir mühəndis yetişdirmişəm. Allah qoysa, mən belə fikirləşirəm ki, məndən sonra da bu evdə ancaq dahilər, ancaq böyük insanlar yetişəcək. Bu qədər hələlik bu ev haqqında sizə təlimat verdim. Hə, Fuad? Bəli. Bu il şirin su çox olacaq. Yəqin ki. Qoyular hamısı şirin olacaq. Daha bu cür dəniz donubdu. Bəli. Bugün Fuad bizi gezintiyə çıxardır. Hə, Fuad? Bəli. Gezintiyə çıxartdı sən bizi. O, hə. Allah canım sağ olsun. Yo, maşın? Aha, maşınla gediblər burada.